ağılı necə artırmaq olar? Ağıl da digər xüsusiyyətlər kimi artıb azala bilir. İnkişaf eləyib zəifləyə bilir. Ağılın belə bir xüsusiyyəti var. Ağıl güclənir və zəifləyir. Ağla qida verməyəndə gücdən düşür, hətta ölür, ağıl nuru tam sönür və görürsən ki, nə qədər söz deyirsən eşitmir. Quran buyurur ki, bu insanlar artıq qəlbləri möhürlənmiş adamlardır. Kimdir qəlbləri möhürlənmiş adamlar? O insanlar ki, ağlını itiriblər. Heç bir söz Peyğəmbər də öhdələrindən gələ bilmir. Heç kəs. O qədər ağlı zəiflədib öldürüblər ki, Peyğəmbər də bacarmır bunlarla. Allah da deyir, və hum la yaqilun, onlar ağılsızdır, düşüncəsizdir. Onlara söz kar eləmir. Ağıl o qədər gücünü itirir ki, heç nə ilə insanı yönəltmək olmur düz yola. Ağlın önəmindən danışdıq keçən xütbələrdə ki, insanlarda həvəs yaransın, istək yaransın, ağlı artırmağa, ağla sahib olmağa. Ağlın funksiyasından danışdıq. Ağıl yaxşı ilə pis arasında seçim etmək üçün deyil, ağıl yaxşıdan daha yaxşını seçmək üçündür. Ağlın funksiyası bundan ibarətdir. Ağıl cəhənnəmdən qaçmaq üçün deyil, ağıl cənnətin ən uca məqamını əldə etmək üçündür. Zərərdən qaçmaq reflekslə də olur, instinktiv olaraq baş verir. Hətta digər canlılar da, üzr istəyirəm, heyvanlar da təhlükə olan məqamda qaçır o təhlükədən. Bəli, insan üçün ibtidai ağıl lazımdır zərərdən qorunmaq üçün. Amma ağlın tam gücü ilə istifadə olunması zərərdən qorunmağa sərf olunmamalıdır. Ağıl insanı daha ali məqamlara səsləyən bir xüsusiyyətdir, keyfiyyətdir. Ağlın əsas funksiyası ən böyük xeyrə çatdırmaqdır insanı. Ən üstün xeyrə çatdırmaqdır. Və bunu da qeyd elədik ki, ağıl həmişə eşqə qarşı qoyulur, ağıl eşqə də zidd deyil. Ağılla eşq bir-birini tamamlayır. Ağıl insana təyin edir ki, məşuqun kim olmalıdır, kimi sevməlisən. Sevgili seçəndə ağıl lazım olur insana. Ağıl insanı təşviq edir ki, sevdiyin yolunda fədakarlıq eləməlisən. Ağılı eşqə qarşı qoymaq yanlışlıqdır.